Bugündən nigaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələblər qüvvəyə minib. Hələ subaylıq həyatını yaşayan Nurlan Rafiqoğlunu eşitək. Nigaha daxil olmaq istəyən şəxslər artıq bugündən məcburi olaraq tibbi müayinədən keçməlidir. Bu qanun ölkə prezidentinin 2014-cü il 15 aprel tarixində imzaladığı fərmana əsasən həyata keçirilir. Məhz bu məqsədlə artıq səhiyyə ocaqları hazır vəziyyətə gətirilib. Hər bir rayonun ərazisində tibb müəssisələrindən birində nigaha girmək istəyənlər qandan analiz verməli olacaq. İlk gün olmasına baxmayaraq artıq Suraxanı rayonu 24 saylı şəhər Birləşmiş Xəstəxanasına gələn gənclər də var idi. Onlar ilk olaraq həkimlərdən məsləhətlər alırdı. Müayinədən keçməlidirlər və bu bizim gələcək ailələrimiz, gələcək uşaqlarımız üçün lazımdır ki, sağlam uşaqların böyüsün, sağlam uşaqlar olsun. Daha sonra hər iki şəxsin qanından analiz götürüldü. Yalnız bir neçə gündən sonra vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinə nəticələr barədə məlumat veriləcək. Çox vacib bir qərardır ki, yəni verilib ki, gələcəkdə hansısa bir problem uşaqları üçün olmasın, evlilikdə hansısa bir problem çıxmasın. Məlumunuz olsun ki, gənclər vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinə müraciət edərkən onlardan qeydiyyatda olduqları rayon üzrə xəstəxanadan tibbi müayinədən keçmələrinə dair arayış tələb olunur. Ona görə də hər iki şəxsdən götürülmüş qan nümunələri Hematologiya və Qan Köçürmə İnstitutuna göndərilir. Yeni evlənmək istəyən gənclərdən bax burada qan nümunələri götürülərək daha sonra bax gördüyünüz bu qandaşma çantasına qoyulur. Yalnız 2 həftə ərzində gənclərə nəticələr haqqında məlumat verilir. Nigaha daxil olmaq istəyən şəxslərin hər biri talasemiya, QİÇ və sifilisə görə tibbi müayinədən keçməlidirlər. Xəstəxananın həkimi Sahibə Bəşirlinin dediyinə görə gənclərin tibbi müayinəsinin nəticələri həkim sirridir. Ona görə də tibbi müayinədən sonra nigaha daxil olmaq istəyən şəxslərə müayinənin nəticəsi barədə ayrı-ayrılıqda məlumat verilir. Onlar həmçinin tibbi genetik, tibbi psixoloji və ailənin planlaşdırılması baxımından da məlumatlandırılır. Və bu qərar onların özlərinin olur. Evlənmək istəsələr, bəli, evlənmək istəsələr bu onlardan yazılı məlumat götürülür. Bəli, özləri yazaraq, özləri qoyaraq məlumat götürülür və onlar haqqında, sağlamlıqları haqqında arayış verilir. Tibbi arayış nigaha daxil olmaq istəyən şəxslərə tibb müəssisəsinə müraciət etdikləri gündən 2 həftədən gec olmayaraq verilməlidir. Onu da deyək ki, veriləcək tibbi arayışın etibarlılıq müddəti 1 aydır.